Bismillahirrahmanirrahim. Üçüncü İmam Hüseyn ibn Əli. Atası möminlərin əmiri Əli ibn Əbi Talib olmuşdur. Anası razılığı Allahın razılığı, qəzəbi Allahın qəzəbi olan Peyğəmbərin əziz qızı Fatimə binti Muhammed olmuşdur. İmam Hüseyn əleyhissalamın doğum tarixi Hicrətin 4-cü ili Şəban ayının 15-i Mədinə şəhərində dünyaya gəlmişdir. Ən məşhur ləqəbi Əbu Abdullah, ən məşhur künyəsi isə Seyyid-i Şühəda olmuşdur. İmam Hüseyn əleyhissalam təxminən 6 ilini, 6 yaşına qədər babası Peyğəmbərin yanında olmuşdur. Peyğəmbərin şəhadətindən sonra təxminən 30 ilini isə atası Əmir-əl-Müminin İmam Əli əleyhissalamın imaməti dövründə təsadüf edir. Atasının şəhadətindən sonra isə təxminən 10 il qardaşı İmam Həsən əleyhissalamın imaməti dövründə qardaşı ilə çin-çiyinə mübarizə aparmışdır. Hüseyn ibn Əli Hicrətin 61-ci ili Məhərrəm ayının 10-u, yəni Aşura günü Yezidin göstərişinə əsasən Kərbala çölündə ailəsi və yaxın səhabələrlə birlikdə şəhadətə yetmişdir. Mübarək qəbri Kərbala şəhərindədir. Yezidin hakimiyyətə, yəni qeyri-qanuni hakimiyyətə gəldikdən sonra bir neçə nəfərdən beyyət tələb etməsi, eyni zamanda Hüseyn ibn Əlidən də beyyət tələb etməsi və Hüseyn ibn Əlinin beyyət etməməsini bildikdə onun qətlinə, onun şəhadətinə fərman vermişdir. Hüseyn ibn Əli atası Əli ibn Əbi Talibin xilafəti dövründə Muaviyyə tərəfindən, yəni İmam Əli əleyhissalamın xilafətinə beyyət etməyərək Muaviyyə tərəfindən baş verən Cəməl və Siffin döyüşlərində də İmam Hüseyn əleyhissalam misilsiz xidmətləri olmuşdur. Cəməl döyüşündə əsasən ordunun sol tərəfinə başçılıq edirdi. Quran-ı Kərimdə Əhl-i Beytin şə'ni nazil olan ayələr eyni zamanda Hüseyn ibn Əliyə də şamildir. Çünki Hüseyn ibn Əli Peyğəmbərin Əhl-i Beytindəndir. Hüseyn ibn Əlinin imamətinin əsas sütunları qeyd etdiyimiz kimi Yezidin batil hakimiyyətinə beyyət etməyərək öz şəhadəti ilə İslamı qoruyub və müdafiə etməsidir. Allah Rəsulü Həzrəti Muhammed sallallahu aleyhi və aleyhi və səlləm İmam Hüseyn əleyhissalam haqqında bir çox hədislər buyurmuşdur. O hədislərdən biz anlayırıq ki, həqiqətən də Hüseyn ibn Əli Yezidə beyyət etməməsi Quran və sünnə üzərində qurulmuşdur. Hədislərin birində Peyğəmbər buyurur ki, İnnəl Hüseynə misbahul huda və səfinətun necah. Həqiqətən də Hüseyn hidayət çırağı və nicat gəmisidir. Həmçinin biz İmam Hüseyn əleyhissalamdan da hədis kitablarına baxanda bir çox hədislər nəql olunur. Hədislərin birində İmam Hüseyn əleyhissalam buyurur ki, biz Peyğəmbərin dövründə münafiqləri Əli və onun övladına qarşı göstərdikləri düşmənçiliklərini əsasən tanıyırdıq.